Salam hörmətli şagirdlər. Bu günləri biz 20 aprel 19-cu siniflərin Dövlət İmtahan Mərkəzlərindən keçirilmiş buraxılış imtahan suallarının düzgün cavablarına və izahına baxacaq. İlk sualdan başlayaq. Rəqəmlərindən istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın. Bu ədədlərdən istifadə etməklə düzələ bilən ən böyük 6 rəqəmli ədədimizi yazsaq, düzələ bilən ən böyük 6 rəqəmli ədədimiz burada bir dəqiqə üzr istəyirəm. Düzələ bilən ən böyük 6 rəqəmli ədədimiz ən birinci 9, sonra 7, ən böyük ədədləri yazırıq. 6, 5, 3, 1. Bəs ən kiçik deyəndə tərsini oxumaq lazımdır. 1, 3, 5, 1, 3, 5, 6, 7, 9. Fərqini soruşur. Çıxsam. 1-dən 9, 2. Buradan birini almışdıq. 12-dən 7, 5. 4-dən 6, 8, 5-dən 5, 0, 7-dən 3, 4, 8. Doğru cavab A variantı 840, 852 olacaq. İrrasional ədədlərdən hansı 3/1-dən kiçikdir? Surətləri eyni olan kəsirləri müqayisə edəndə məxrəci böyük olan kiçik olur. Yəni 3-dən, məxrəci 3-dən böyük olmalıdır. Və yaxud 3-ü mən kök altda 9 yazsam, kök altda 9-dan böyük ədəd təbii ki, kök altda 15 olacaq. 59-cu sualda ifadənin qiymətini hesablayın. %25-dən kök 10-da 5 çıxar. 16-dan kök 4 çıxar. %36-dan kök 10-da 6 çıxar. Uşaqlar. Bu 2-də 1-dir. Bu 2 ilə bu ixtisar gedər. Burada 2 qalar. 6 2-nin 12. Ona da bölsək 1/2. Doğru cavabımız A variantı olacaq. Növbəti, istənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərdən hansı doğrudur deyir. İstənilən çoxluğun özü ilə kəsişməsi özüdür, bu doğrudur. 3 çoxluğun kəsişməsi, ixtiyari ikisinin kəsişməsinin 3-cü ilə kəsişməsidir, bu da doğrudur. Burada A çoxluğu ilə B çoxluğunun birləşməsinin daxildir, bu da doğrudur. Çünki A çoxluğu ilə B çoxluğunun birləşməsi ümumi bu çoxluqdur. Bunun daxilində elə A-nın özü var, bu da doğrudur. A çoxluğu ilə B çoxluğunun kəsişməsi həm A-da, həm B-də olanlardır. Bəli, həm A-da, həm B-də olanları götürüb A ilə birləşdirsəm, elə A-nın özünü verir. Y variantı isə səhvdir. Çünki B çoxluğu ilə C çoxluğunun kəsişməsindən B çoxluğu daxil deyil. Şolar. B çoxluğu bu kəsişməyə daxil olmayacaq. Yəni, ola bilər ki, B çoxluğunda element var, C çoxluğunda heç yoxdur. Yəni, ona görə də bu kəsişmədə olmayacaq. B çoxluğu da bu çoxluğa daxil olmayacaq. Növbəti, kubun tilini 1 vahid artırsaq, onun həcmi 19 vahid artar. Kubun həcm düsturu A-nın kubudur, tilinin kubudur. Tili 1 vahid artırsaq, həcm 19 vahid artar. Yəni, V plus 19 bərabərdir. Til 1 vahid artırsa, A plus 1-in kubu. V-nin yerinə burada A kubu yazsam, A kubu plus 19 bərabərdir. A kubu üstə gəlsin 3A kvadratı plus 3A plus 1. Burada A kubunu sağa keçirsəm islah gedər. Sağda qalar 3A kvadratı plus 3A. 19-u sağa keçirsəm 1-dən 19 çıxsam 18 bərabər 0. Hər tərəf 3-ə bölsəm A kvadratı plus A minus 6 bərabərdir 0. Cəmi mənfi 1, hasili mənfi 6 eləyən ədədlər Viet teoreminə görə fikirləşsək mənfi 3 və 2-dir. Lakin til mənfi ola bilməz deyə doğru cavabımız burada 2 olacaq. B variantı. 62. Daxil bucaqlarının cəmi 1800 dərəcə olan qabarıqçı oxçanın tərəflərinin sayını tapın. Daxil bucaqlarının cəm düsturu 180 vurulsun n-2 idi. Bu 1800-ə bərabərdir. Hər tərəfi 180-ə bölsəm n-2 bərabərdir 10-a. N bərabərdir 12-yə. Doğru cavab 12 olar. Velosipedçi 24 km sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət etdi. Velosipedçi həmin yolu 18 km sürətlə neçə saata geri dönər? Şolar, məsafə eynidirsə, həmin məsafənin düsturu V vurulsun T-dir. Yəni, 24 vurulsun 1,5-dir. Biz bu məsafəni 18 vurulsun T-yə bərabər eləyəcək. Çünki eyni yolu gedir və qayıdır. Buradan T-ni tapanda 24-ü 1,5-i 2-də 3-ə vurub 18-ə bölmək 18-də 1-ə vurmaqdır. Uşaqlar, burada 3 ilə 18 ixtisar gedir, burada qalır 6. Bununla bu ixtisar gedər, burada qalar 12. 12 ilə də 6 ixtisar gedər 2. Doğru cavabımız burada
2 olacaq. Y variantı. A'nın hansı qiymətində 3A plus 9 ifadəsi 4A çıx 18 ifadəsindən 3 dəfə böyük olar. Uşaqlar, bu böyükdür də, onda bu kiçikdir. Kiçiyi vurub böyüyə bərabər edərəm. Hər tərəfi 3-ə bölsəm, bunu 3-ə bölsəm A, 9-u 3-ə bölsəm 3 bərabərdir 4A minus 18-ə. Bu A-nı sağa keçirsəm 4A-dan A-nı çıxsam 3A. Mənfi 18 soldan müsbət 18 olar. 3 ilə toplanır olar 21. 3A 21 isə A-nın da qiyməti 7 olar. Burada kvadratlar fərqinin düsturuna görə bu 10 çıxılsın 8, 10 üstə gəlinsin 8-dir. Məxrəcdə 18-dir. Bunlar ixtisara doğru cavab 2. Dairəvi diaqramda universitet tələbələrinin fakültəsi üzrə faizi verilmişdir və bu zaman deyir ki, Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı ehtimalı ən böyükdür? Uşaqlar, bu 39% göstərilib burada 26, bu 14%dir, bu da 21%dir. 100 nəfər kimi götürsəm mən ümumi sayı, bu 39 nəfəri, bu 26, bu 14-dür, bu da 21-dir. Və mümkün hal sayı hər birində 100 nəfər olduğu üçün bizə əlverişli hal sayı daha böyük olan lazımdır. Yəni, əlverişli hal sayı Riyaziyyat fakültəsi üçün biz ümumi sayı 100 götürdüyümüz üçün bu faizlər elə insan sayı olacaq. Riyaziyyat 21 nəfər olacaq. Əlverişli hal sayı iqtisadiyyat 14 olacaq. Təbiət elmləri 39 olacaq. Sosial elmlər fakültəsi 26 olacaq. İqtisadiyyat fakültəsinin tələbəsi və ya riyaziyyat. İqtisadiyyat 14-dür. Riyaziyyat da 21-dir. Və ya varsa bir-birindən asılı olanlardır. Bunların əlverişli hal sayını toplasam mən. Burada da 35-dir. Ən çox olan 39 təbiət elmləri fakültəsi olacaq uşaqlar. Doğru cavabımız C olacaq. 67-ci sualda bu %36'dır. Bu 2,9'da 2'də 9'da 20'dir. A üstü mənfi 5'i A üstü 4'ə vursam üstlər toplanır olar A üstü mənfi 1. B üstü 6'nı B üstü mənfi 4'ə vuranda B üstü 2. C üstü 3'ü C üstü mənfi 5'ə vuranda C üstü mənfi 2. Bununla bu ixtisar gedər, burada qalar 5. Bununla bu ixtisar gedər, burada qalar 4. 5'də 4. A üstü mənfi 1, B üstü 2, C üstü mənfi 2. Doğru cavabımız D variantı olacaq. 68-ci sualda radiusu 7,5 olan dairənin diametrini tapın. Diametr radiusun 2 misli olduğu üçün biz 2'ni 7,5'ə vurmalı. Bu da 15 verəcək. 69. Çevrəsinin Y oxu ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın. İxtiyari nöqtə Y oxu ilə kəsişərsə onun x-i 0 olar. X-in yerinə 0 yazsam. Mənfi 4'ün kvadratı 16 üstəgəl y kvadratı bərabər 52. Buradan y kvadratı bərabər də 36. Kvadratı 36 eləyən ədəd plus minus 6. Yəni uşaqlar, x-i 0, y-i müsbət 6, x-i 0, y-i mənfi 6. Doğru cavabımız B variantı olacaq. 70. Tənliyi həll edin. Buradan ortaq vuruq hər birində olan x-i çıxarsam 4x minus 3 bərabərdir 0-a. Buradan x bərabər hasil 0 isə hər bir vuruq ayrı-ayrıqda 0-dır. 4x bərabərdir 0. Bir də 4x minus 3 bərabərdir 0-a. Buradan da x-i tapanda 3 böl 4. Doğru cavab 0 və 4 də 3 olacaq. Növbəti, ortaq vuruq kimi a-nı çıxartsam 1 bölünsün x plus a çıx 1 bölünsün x minus a olar. Bunlar üçün də a vur. Ortaq məxrəc x minus a, x plus a-dır. Bunu x minus a'ya vurdum. Bir də vursam x minus a. Bunu x plus a'ya vurdum. Bir də vursam x plus a. Deməli x minus a minus x minus a olar. Bu da x-lar silah gedər. Surətdə mənfi 2a. Bir dənə a'ya dəyər olar. Mənfi 2a'nın kvadratı. Məxrəcdə də kvadratlar fərqi x kvadratı minus a-nın kvadratı. Uşaqlar, çox güman ki, bu mənfini məxrəcə vurub, məxrəcdə vurmaq ifadənin yerini dəyişmək kimi yazsaq, a kvadrat çıx x kvadratı. Surətdə də 2a kvadratı. Doğru cavab A variantı. Bərabərliyin ən kiçik tam həllini tapın. Kəsirdən azad eləmək üçün mən bunun hər tərəfini 4'ə vuracam. Bunu 4'ə vurmaq surəti 2'yə vurmaq olar. 6x. Bunu 4'ə vuranda çıx 3. 4 4'ün 16x çıx 20. Bunu sola keçirsəm 6x-dən 16x çıxsam mənfi 10x. 3'dən 20 çıxsam mənfi 17. Hər tərəf mənfi 10'a bölsəm x böyükdür. 1 onda
1.7 üzr istəyirəm. Bu 17 dedik. X 1.7-dən böyük olmalıdır. Bu şərt ödəyinin ən kiçik tam ədədimiz də 2 olacaq. Növbəti. Mətbəənin rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti aşağıdakı kimi verilmişdir. Rənglilər 1500-ə qədər deyir ki 60 qəpikdən və yaxud da ki 16 manat, 1500-dən çox üçün 45 qəpik, ağ-qara üçün 35 və 30 qəpik. Elnur bir mətbəədə 5də biri ağ-qara qalanın rəngli olunmaqla cəmi 4000 vərəq. 4000-in 5də biri 800. Deməli 800 dənə ağ-qara eləyib. Şolar 800 1500-ə qədərdir. O zaman bu 800 bax bu qiymətlə hesablanılacaq. Deməli mən 800-ü 0,35-ə vuracam. Yerdə qalır 3200-ü. 3200 isə qalanı isə rəngli. 3200 1500-dən çox deyil, 3200 bununla hesablanılacaq. 3200 45 qəpik 0,45 bununla hesablanılacaq. Mən buradan bunu hesablayarkən 800-ü ortaq vurub çıxarsam 0,35 üstə gəl, burada 4 olur, vur 0,45. Bu da 800 vurulsun. %45'i 4'e vuranda 1,8. 1,8 ilə 0,35'in cəmi 5. Burada 1, 2. 2,15. 2,15. Bu da 8 vurulsun 215 deməkdir. 8'in də 215'e vuranda 1600 üstə gəl 15'i 8'e vuranda 120 eləyəcək. 1600 üzərinə 120 1720. Doğru cavab. Buna görə o mətbəədə neçə manat ödəməlidir? 1720 manat. Növbəti. Təminlər sistemindən x, y tərəf-tərəfə toplasaq bunlar islah. 3x bərabərdir 21, x bərabərdir 7. x 7 isə y də 5'dir. Bizdən x, y hasilinin 7, 5'in 35. Avtobusda 30 nəfər sərnişin var. Birinci dayanacaqda 7 sərnişin düşdü. Qaldı 23. 9 nəfər mindi. 23 plus 9. 32 nəfər. İkinci dayanacaqda 14 nəfər düşdü. 32-dən 14. 18. 4 nəfər isə mindi. Üstə gəl 4. Və qaldı 22 nəfər. İkinci avtobusda ikinci dayanacaqdan sonra neçə sərnişin oldu? İkinci dayanacaqdan sonra yekun 22 nəfər oldu. 76. BY-nin YD-yə nisbəti 6/4 deməkdir. BY-yə biz 6x, YD-yə 4x deyəcəyik. AD-yə də 9x. AD-yə də 9x deyəcəyik. Və şərtdə deyir ki, uşaqlar, Y nöqtəsi ilə Y kəsişmə nöqtəsi yarıya bölür. AB və CD ilə. Onda bura 6x isə burada 6x-dir. O zaman bu figurun perimetri ADY-nin şərtdə 38 verib. Biz də bu figurun perimetrini taparkən belə deyəcək. Deyəcək ki 6, 4, 9, 19x bərabər 38-ə, x bərabərdir 2-yə. X-in qiyməti 2-dir. Uşaqlar. Onda bu tərəf 4x, bu tərəf 4x, bura 6x, bura 6x. Uşaqlar 2 bucaq, 2 tərəf və onlar arasındakı bucaqlar eynidirsə, onda burada 9x olmalıdır. X-in qiyməti 2 olduğu üçün 9-u 2-yə vursam 18. Doğru cavabımız 18 olacaq. 77. Bizdən BF-in uzunluğunu soruşur. X yazırsam bura. Bu paraleldir. YF FC'yə bərabərdir. 3'dür. Burada 3'dür. Burada 3'dür. AC 9'dur. Şöyle baxın. X-in 3'ə nisbəti. Buranın X plus 3'ün bura 9'a nisbəti. Bunun 3 misli buradadırsa, bunun da 3 misli burada olmalıdır. Yəni 3x bərabərdir X plus 3'ə. 2x bərabərdir 3'ə. X bərabərdir 1,5. Doğru cavabımız 1,5 olar. 78. Bir ədədin 25%, digərinin 50%-nə bərabərdir. Uşaqlar, baxın. Bizə məsələn təni qurmaqla məsələ həll edin deyirsə, biri x-dir, digəri y-dir. X-in 25%, y-in 50%-nə bərabərdir. Y vur 50 böl 100. Məxrəclər eynidir. Atıram. 25x bərabərdir 50 y-ə. Hər tərəf 25-ə bölsəm x bərabərdir 2 y-ə. Və deyir ki,
Bu ədədlərin fərqi 50-dir. Yəni x minus 2y bərabərdir 60, üzr istəyirəm. Onda x-in yerinə biz y-i yazsaq, 2y yazaram onda. Çıx y bərabərdir 60, y bərabərdir 60. Deməli, bu ədədlərin cəmini tapın. Y-imiz 60-dır, x-imiz də 120. İkimiz bunların cəmi də 180 olar. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıdakı kimidir. Elnurun pulu neçə günə bitər? Burada fikir versinizsə, 15 gündən sonra qalan pulu ilə xərclədiyi pul miqdarı eyni olub. Qalan pulla xərclədiyi pul. Yəni 150 manatın qaldığı ilə xərclədiyinin eyni olar. Bu halda ki, 150-ni, bu da x olsa, 2x-ə bərabər edəcək. X 75. Deməli, bu 15 günə 75 manat pul xərcləyib. Onu da belə çıxar ki, 15 günə 75 manat xərcləyibsə, 75 bölü 15 bir günə 5 manat xərcləyir. 150 manatı hər gün 5 manat xərcləməklə 150 böl 5. 30 günə xərcləyib. Elnur pulu neçə günə bitər? 30 günə. Növbəti. Bu şəkildə xassə varidir uşaqlar. Bu 100 ilə buna x desəm, 100 ilə x-in cəmi bərabər idi 50 plus 180-ə. Buradan x tapanda 230 çıx 100, bu da eləyir 130 dərəcə. 130 dərəcə. Tərəf 8-də S1-in S2-yə 1-in 9-a olarsa S2-ni tapın. Uşaqlar, mən əvvəlcə bura x desəm, bura 8 minus x-dir. Kvadratda bu bucaq 45 olduğu üçün burada 45 olar, onda burada x-dir. Və bu tərəf 8 minus x-dir, bu da 8 minus x-dir, bu da 8 minus x-dir. Mən belə eləyərəm. Mən deyərəm ki, bu düzbucaqlı üçbucağın sahəsi x kvadratı bölü 2-dir. Bu düzbucaqlı üçbucağın sahəsi isə 8 minus x-in, yəni katetlər hasilinin bölü 2-dir. Bu da deyir 1 bölü 9-dur. Şuralar 2-ləri aparsam və bu nisbəti x bölünsün 8 minus x-in kvadrat bərabər 9'da 1 də 3'də 1'in kvadratı. Kvadratları atsam x bölünsün 8 minus x bərabərdir 3'də 1. Buradan çarpaz vursam 3x bərabərdir 8 minus x-ə. Buradan da 4x bərabərdir 8'ə, x bərabərdir 2'yə. X'in qiymətini 2 tapdıq. Bizdən S2-ni soruşur. 8 minus x bura 6'dır, burada 6'dır. O zaman S2 düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısı 36, yarısı da 18 eləyəcək. Doğru cavabımız 18 olacaq uşaqlar. Bu qədər. Uğurlar hər birinizə. Növbəti imtahanlarda görüşərik. Sağ olun.